Birinin adına deyirlər təthhir, birinin adına deyirlər tərfi. Mən adları deyirəm, amma çox sadə şəkildə sizə izah edirəm. Təthhir yəni insanın özünü paklaması, təthhir yəni insanın o maniyələri nədirsə ilahi yolda, o maniyələri aradan qaldırmaq. Nələr mənim kamalıma manedir, ucalmağıma manedir, yüksəlişimə manedir. Başa düşürsən? Bu çox mühümdür. Bunu ilə mübarizə aparmaq. Buna deyirlər təthhir. Tərfi də belə izah verirlər ki, yəni bildik maniyələrin nədir? Maniyələri qoyandan sonra kənara istedadları necə çiçəkləndirə bilərsən? İndi onun üstündə çalışmaq, proqram tərtib eləmək, planla yaşamaq. Başqa misal deyim sizə. Nəzərə alın ki, bir bağban istəyir bağ yaratsın, gülüstan yaratsın, yaxşı. Hələ bir torpağı alıb, istəyir neynəsin? O torpağı gülüstan eləsin. Neynir? Orada güllər əkir, ağaclar əkir, yaxşı. Elə ki, ağaclar böyüməlidir və yaxud güllər çıxmalıdır torpaqdan. Orada maniyələr var. O maniyələrdən biri, məsələn, ağac maniyəsi nədir? Maniyələrindən biri, məsələn, qırağında əgər ot, ələf olsa, o inkişafına ağacın nədir? Maniyədir. Ya məsələn, qurd düşsə ağaca nə olar? İnkişafına maniyədir. Bağban neynir? Bağban o maniyələri aradan qaldırır. Razısan? Belləyir, o ələfi, otu təmizləyir. Düz. Bu bir iş. Amma ikinci işi nədir? Sonra su tökür. Baxır, qulluq eləyir. Bu da ikinci işi. Birinci maniyələri aradan qaldırır. İkinci işi neynir? O ağacın inkişafı üçün nə lazımdırsa onu eləyir. İnsan da bax belədir. Bu ağac misalında, bu bitki misalında insanın maniyələri var. O maniyələr nə olmalıdır? Aradan qalxmalıdır, aradan getməlidir. Xülasə, Qurani Kərim birinin adı təthhir deyir, birinin adı tərfi deyir. Başqa ad da demək olar ikinciyə, təskiyə. Quran buyurur, qəd əfləhə mən zəkkaha. Özünü təskiyə eləyən nə oldu? Doğrudan da fəlaha yetişdi, nəticə əldə elədi, uğur qazandı. Yaxşı. Təskiyə sözündən istifadə eləyə bilərik. Təthhir, təskiyə. Özvü təskiyə ilə əxlaq ustadları deyir. Məsələn, Qurandan bir ayə deyim sizə. Huvəl-ləzi bə'sə fil-ummiyyinə rasulən minhum yatlu aleyhim ayatihi və yuallimuhumul kitabə vəl-hikmə və yüzəkkihim. Peyğəmbər gəldi, yatlu aleyhim ayatihi. Birinci oyatdı qafilləri yuxudan, ayıltdı yatan.